Salam hörmətli dostlar, insanlar. Bu mənim gəlmişəm öz qəbrimi qazmağa. Mənə həbsdə olduğum müddətdə deyirlər ki, ya sən sus, barış, neynəsə elə. Ya sus, susmasın, get öz qəbrini qaz. Mən də gəlmişəm öz qəbrimi qazmağa. Onsuz da bunlar nə deyirlər? Tutmaq istədilər adamı tuturlar, öldürmək istədilər adamları da ki, Elmar Hüseynov kimi ən azı göz qabağında. Öldürmək istədiklərini öldürürlər. Bunlar dedisə eləcəklər. Söz yox, yaxşılığa söz deyib eləmirlər, pis deyə. Mən də gəldim öz qəbrimi qazmağa, çünki məlum ki, susmayacam deməkdir bu. Mən həmişə deyirlər ki, Əfqan, ailə fikirləş. Ailə fikirləş, dedim ki, ailəmi fikirləşəm. Deyirlər, mən Azərbaycan mənim ailəmdir. Deyirlər ki, bax, susmasın, ya barışmasın, ya filan. Əvvəl barışmaq söhbətini konkret qoydum kəmdə. Susmasın. Küçə ilə gedəndə bir sərxoş sürücü gəlib səni vuracaq, Allahın qəzasıdır. Tikintinin qarşısından keçəndə gəlir bir fəhlən bilməz əlindən kərpiz düşər başa, Allahın işidir. Nə bilim, küçə ilə gedəndə bilirsən gəlib biri vurar, səni öldürər. Cibindən də bir kağız çıxar ki, başqasının ailəsinə söz atanda axırı belə olar. Yəni qəhrəman kimi yox, bunlar şərəfsiz kimi, əxlaqsız kimi öldürər. Bilirəm, bunların əllərinə nə düzsüz gəlib çıxa bilər. Hələ Vidadi İskəndərlinin atasının Göyçayda qəbrin, gör nə qədər bunlar ucuzdular ki, adam dirilərin, müharibəsin, siyasəti ölülərə qatmaz. Çünki hamının ölüsü var. Vidadi İskəndərinin atasının məzarını murdarlamağa çalışdılar, amma ondan özləri bir daha murdarladılar. Mən də istədim fikirləşəm ki, bir unitaz alam gətirəm, çox üzr istəyirəm. Gətirim qoyam bir kənardakı, xahiş edirəm, qəbrə yox, bir kənara şey edirəm. Sizin çünki əlinizdən belə şey gəlir, yaxşı şey gəlmir. Təhdid edirlər ki, get xaricə falan. Onsuz da bizim xaricdə də, burada da əl-ələ verib işləyən dostlarımız çoxdur. Sağ olsunlar, oradakılar da xalqın sevin. Əsas odur, xalqı sevsinlər, vətəndaşa xidmət eləsinlər. Mən də gəlmişəm öz qəbrimi qazım hazır saxlayayım. Həm bir müsəlman kimi öz qəbrim hazır olsun. Bilmək olmaz, hardaş olsa, yəni hazır olsun. Bu belə. Bu 1-2-3 gündə getmişdim, həm doğulduğum, böyüdüyüm Cəlilabad rayonuna, həm getdim orada yaxınlarımı görüm, yəni qohumları görüm. Həm də 1-2 sənədləşmiş vardı ona. İndi gəldim, bu gündən artıq başlayır. Mübarizəmiz 10 gün arısa, 9 gün həbsdən çıxmışam. Bu gün mübarizəmiz başlayır, mübarizəmiz davam eləyəcək, görəcəklər də. Yəni, bu 10 gün Əfqandan o qədər səs çıxmadı, sadəcə saytda, internetdə 1-2 yazılar, atdı fikir dedi. Yox, o deyil, o başqa şey olacaq. Hə, ya Allah, başlayın. Biz nə ölümdən qorxuruq, nə də həbslərdən. Bu gün hamını kütləvi həbs eləyəcəklər də. İstir bütün Facebook fəallarını, ruhaniləri, jurnalistləri qoy çəksinlər. Buradan üzümü tuturam, Yapı hakimiyyətinə də deyirəm, salam göndərəm ki, mən də növbəmi gözləyirəm. Gəl, öldür, onsuz da qəbrim hazırdır, qazmağa başlayacağım. O gün olsun bunu Yapı hakimiyyəti üçün qazaq. O gün də olacaq.